İzləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bugün sizə çox gözəl, əla bir həyət evimizin təqdimatını edəcəm. Deməli, evimiz illər öncə inşa olunan, tam keyfiyyətlə inşa olunmuş gözəl evlərdən biridir. Geniş həyət yansıya malikdir. Baxın, həyətdə belə bir səliqəli bir texniki otağı var. Bu hissədə kombi falan otağıdır. Evimizin xarici görünüşüdür. Dörd bir tərəfdən keçirmək mümkündür. İllər öncə inşa olunmuş, tam keyfiyyətlə inşa olunan evlərdən biridir. Baxın, belə bir xarici görünüşə malikdir. Həyət yan hissəsinə rahatlıqla avtomobillər daxil ola bilir. Yəni, tam rahat, sərbəst şəkildə keçir evimizin daxil hissəsinə. Deməli, daxili təqdimatındayım hal-hazırda. Gördüyünüz kimi giriş hissədə bax belə bir böyük bir xol hissəsi var. Nəzərdə çatdırım ki, yəni təmir, inşa çox mükəmməl şəkildə aparılıb. Yəni video vasitəsilə necə görürsünüzsə, hal-hazırda da ki, təmir o vəziyyətdədir və üstün vəziyyətdədir. Baxın, belə bir geniş bir xol hissəsi var. İstipolla təchiz olunub. Və evin daxilində təqdimat zamanı gördüyünüz hər bir əşya qalır. Heç bir əşya götürülmür və ikinci mərtəbəyə qalxan plekanları bu hissədə baxın, belə bir sekret -1'i var. Gördüyünüz kimi. Baxın, bu hissədə belə bir mətbəx hissəsidir. Çox səliqəli, mükəmməl şəkildə inşa olunmuş bir evdir. Hətta əşyaları nə görürsünüzsə hamısı da qalacaq. Keçirik evimizin digər otaqlarına. Deməli, baxın, burada yenə bir sanitar qovşağıdır. Birinci mərtəbədə tam təchizat, hazır vəziyyətdə duş kabinəyə qədər qoyulur. Keçirik növbəti otaqlara. Yəni, bacardığım qədər geniş formatda göstərəcəm sizə bu evin təqdimatını. Plekanları monolitdir. Və bu da evin daxili görünüşünə günəş işıqlarının tam sərbəst düşməsi üçün çox xüsusi bir rol oynayır. Bu hər evə lazımdır. Yəni, burada həqiqətən də düşünülüb, bax, belə bir gözəl işıqlandırma, təbii işıqlandırma sistemindən təchiz olunmuş bir evimizdir. İkinci mərtəbədə, baxın, belə bir maşallah olsun, böyük bir xol hissəsi var. İlk növbədə birinci bir yataq otağını göstərəcəm sizə. Deməli, baxın, belə bir yataq otağıdır. Bu hissədə belə bir köməkçi texniki otaqdır. Qapılar da bir renkdir, bax. Deməli, baxın, bu hissədə sanitar qovşaq. Bu hissədə belə bir yataq otağı. Həqiqətən də bugünkü gün əmlak bazarında keyfiyyətinə görə digər evləri üstələyən, qiymətinə görə həqiqətən də çox əla bir qiymətə təklif olunan bir evlərdəndir. Bu hissədə isə evimizin bax belə bir geniş bir yataq otağı var. Əşyaların da hamısı qalır. Baxın, belə bir yataq otağıdır. Bu yataq otağının da daxilində sanitar qovşağıdır. Həqiqətən də çox gözəl bir evdir. İnşallah ki, arzusunda olan hər bir kəsə qismət olsun. Baxın, belə də bir yataq otağıdır. Ətraflı məlumat üçün 055 966 4500 nömrəmizə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. Sağ olun, salamat qalın.